Cəlilabad şəhərində yerləşən Heydər Əliyev mərkəzində rayonun tanınmış ziyalısı, veteran pedaqoq, ədəbiyyatşünas və ustad şair Zülfü Vəlidağın 75 illik yubileyi və yeni çapdan çıxmış Qəlbimdən gələn səslər adlı şeirlər kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə rayon ziyalıları, ədəbi mühitin nümayəndələri, Azərbaycan Yazıçılar Birliyinin və Turan Yazarlar Birliyinin üzvləri, Milli Məclisin deputatı Professor Elman Nəsirov, şəhid ailələri, ictimaiyyət nümayəndələri, yazıçı və şairlər iştirak ediblər. Mərasim Azərbaycan Respublikasının dövlət himninin səsləndirməsi ilə başlayıb. Ardınca 26 iyun Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə ordumuzun qəhrəmanlığı qeyd olunub, vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər Zülfü Vəlidağın uzun illər ərzində təhsil və ədəbiyyat sahəsində göstərdiyi xidmətlərdən, onun gənc nəslin formalaşmasında və Cəlilabadın ədəbi mühitinin inkişafında oynadığı roldan danışıblar. Bildirilib ki, ustad şair yaradıcılığı ilə yanaşı zəngin həyat təcrübəsi və mənəvi dəyərləri ilə də cəmiyyətə örnək olan ziyalılardandır. Əzizlərim, bugün Cəlilabad ədəbi mühitinin yaradıcı ziyalıları, Respublikamızın tanınmış söz sənət xadimləri, adamları, Milli Məclisimizin dəyərli deputatı Elman müəllim, onların hər birinə mən dərin təşəkkürümü bildirirəm ki, bugün mənim yaradıcılıq günümə, ikinci kitabımın çap olunması münasibəti ilə bu möhtəşəm tədbirə, habelə mənim 75 illik yubileyim məclisinə təşrif buyurub gətiriblər. Onların hər birinə təşəkkür edirəm. Tədbir tanınmış yazar Adıgözəl Nuriyev və şair Müşahidə Nərimanovanın aparıcılığı ilə davam edib. Mərasim boyu Zülfü Vəlidağın qələmə aldığı şeirlərdən nümunələr səsləndirilib. Tədbirdə Milli Məclisin deputatı Professor Elman Nəsirov, şair və publisist Əkbər Qoşalı, şair və tərcüməçi Səlim Babolluoğlu, Azərbaycan Yazıçılar Birliyinin Həmkarlar İttifaqının sədri Faiq Balabəyli, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar və digər qonaqlar çıxış edərək yubilyarı təbrik edib, onun yaradıcılığı və insanın keyfiyyətləri haqqında fikirlərini bölüşüblər. Şair kimi fəaliyyəti diqqətə layiqdir və bugün də onun haqqında çox dəyərli sözlər dedilər. Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyi də ona Yazıçılar Birliyinin səmərəli fəaliyyətinə və 75 illik yubileyi münasibətindən fəxri diplom təqdim elədi. Mən Zülfü müəllimi təbrik edirəm, ona uzun ömür, yeni yaradıcılıq uğurları arzulayıram. Daha sonra müxtəlif qurumlar və ictimai təşkilatlar tərəfindən Zülfü Vəlidağa fəxri diplomlar, mükafatlar, xatirə lövhələri və qiymətli hədiyyələr təqdim olunub. Qonaqlar yubilyara yeni yaradıcılıq uğurları arzulayıblar. Tədbirin sonunda çıxış edən Zülfü Vəlidağ ona göstərilən diqqət və ehtirama görə təşkilatçılara, qonaqlara və bütün iştirakçılara təşəkkürünü bildirib. O, insan üçün ən böyük mükafatın sevgi, hörmət və səmimi münasibət olduğunu vurğulayıb. Mərasim çərçivəsində ustad şairin yeni nəşr olunan Qəlbimdən gələn səslər kitabı iştirakçılara hədiyyə edilib. Tədbir xatirə şəkillərinin təşkil edilməsi ilə başa çatıb. İlqar Mustafayev, Yusif Əliyev bu gün informasiya proqramı üçün.